Hamıya salam. Bu videoda Kali Linux üzərindən brute force hücumlarının necə olunduğunu göstərəcəm. Bu video təlim məqsədlidir və elədiyim testlərin hamısı öz laboratoriyamda olacaq. Əgər əvvəlki videoya baxmamışsınızsa, öncə əvvəlki videoya baxın. Orada DVW laboratoriyasının necə qurulacağını göstərirəm. Bu testimiz də həmin laboratoriya üzərində olacaq. Əvvəlcə laboratoriyamıza daxil oluruq, aktiv edək. İndi isə daxil olaq. Burada kənarda gördüyünüz kimi bir çox zəifliklər var. SQL, XSS. Biz buradan brute force'a daxil oluruq. Hələlik ki bu hissə qalsın, terminalımıza daxil olaq. Buradan yeni bir terminal açaq. Ekranı yaxınlaşdıraq. İstifadə edəcəyimiz alətin adı Hydra'dır. Deməli, burada Hydra alətimizin adıdır, yazırıq. -L bizim username'imizdir, hücum edəcəyimiz yerin username'idir. Gəlin buradan əvvəlcə ona baxaq. Admin, password listəsi də elə passworddur, login olaq. Gördüyünüz kimi daxil olduq. Bu həmin o -L bu hissədir, admin. Biz şifrəni bilmirik, şifrəni tapmalıyıq. Burada -P, böyük P bizim şifrəmizin, word listimizin yerini göstərir. test.rr.txt. Gəlin əvvəldən bir dənə də terminal açaq və burada öz word listimizi yaradırıq. Nano. Əvvəlcə gəlin desktop'a daxil olaq. Ctrl-C, yaxınlaşdıraq buranı. Deməli, indi nə edirik? Nano test deyək, www-ksi bir açırıq, sonra buradan sort ardınca ördək, burada yazaq, Ctrl X, Y, Enter, cut rr'nin içinə www-txt bastıq, blok atacağım 10 dəqiqə və gəlin deyişə yaratdığımız həmin o şifrə word listin buraya yazaq. www gördüğünüz kimi desktop'tadır. Burada -V bizə ətraflı çıxış vermək üçündür. Yəni burada olan əmrlərin icrasını ətraflı şəkildə bizə göstərəcək. Buradan sonra bunu belə çox qoymayaq. Bir qoyaq. -T isə eyni anda neçə şifrənin yoxlanılmasını göstərir. Bunu səhv etmirəmsə 64-ə kimi vermək olar. Kompüterinizin gücünə, sistemin gücünə bağlı olaraq. Bu da hədəf IP adresidir.
Bundan sonrakilər isə çox mürəkkəbdir. Sizə biraz sadə olsun deyə belə izah edim. Bunu bir şablon kimi düşünə bilərsiniz. Biz buradan admin və şifrəni yazıb göndərəndə browser bu şablondan istifadə edərək serverə mesajı ötürür. Yəni hər şifrə yoxlananda bunu biz şablon kimi qeyd etdik ki, bunu istifadə edib browser, daha doğrusu Hydra browserdən serverə mesaj ötürə bilsin, paketləri göndərə bilsin. Yaxşı, başqa nə yazmalıyıq? Başqa burada cookie'lər var. Cookie bölməsini dəyişməliyik. Cookie-ni necə alırıq? Bu bölmədən gəlirik. Görmək yox, hardadır bu? Buradan gəlirik ambar hissəsinə və bu hissəni kopyalayırıq. Ctrl+C, ardınca terminalımıza qayıdaq. Bura yox. Baxın, bu yazılır. Bu hissəyə yazılır. Həm də oradan kopyaladığımız mətni bu hissəyə yazmalıyıq. İndi silirik bunu. Bu cookie'lər hər dəfə dəyişir deyə hər dəfə yoxlayanda, təkrar edəndə bunu dəyişməlisiniz. Yəni 5 dəqiqədən 1, 10 dəqiqədən 1 dəyişilir. Başqa nəsə qaldı mı burada? Xeyr. Hər şeyimi düzgün izah etmişəm. Enter. Görürsünüz, yoxlayır hamısını. Budur oyun admin, password da password. Bu qədər. İndi gəlin bir dənə kiçik dəyişiklik edək. Biz burada qeyd etdik ki, eyni anda bir dənə şifrə yoxlasın. Gəlin bunu silək və qoyaq ki, eyni vaxtda neçə şifrə yoxlasın? 8 şifrə yoxlasın. Enter. Gördüyünüz kimi sürət daha çoxdur. Gəlin onda bunu maksimal olan hədd bildiyim qədərilə 64-dür. 64-ü yoxlayaq. Enter. Yəni 1 saniyə ərzində tapdım. Bugünlük bu qədər. Qeyd edim ki, bunların öz test laboratoriya şəraitinizdə yoxlayın. Kənar sistemləri, kənar insanların sistemlərinə müdaxilə etmək cinayət məsuliyyətinə cəlb olunmağınıza səbəb ola bilər. Növbəti videolarda da bu laboratoriya üzərindən gedəcəyik. Ona görə bu laboratoriyanın necə qurulduğuna baxmağınız lazımdır ki, bu dərsləri anlaya biləsiniz. Videonu bəyənib paylaşmağı unutmayın. Hələlik.